Verilmiş misalda 111'in kvadratı və bu misalın natural bölənlərinin, bu ədədin natural bölənlərinin sayını tapacağıq. Natural bölənlərinin sayı əvvəlcə düsturu yazsaq daha yaxşı olar. A üstü m vurulsun b üstü k vurulsun c üstü m-dirsə, hər hansı bir a natural ədəd üçün natural bölənlərin sayını tapdıqda onların qüvvətlərini, sadə vurğuların qüvvətlərini bir-bir artırıb bir-birinə hasilini tapmaq lazımdır. Bunun üçün deməli biz bu 111-in kvadrat ədədini sadə vurğulara ayırmalıyıq. 111-in kvadratını tapmağa ehtiyac yoxdur. Əvvəlcə onu özünü sadə vurğulara ayırırıq. 3-ə bölündüyünə görə 3-ə böldük 37 və 1. Deməli 111-in kvadratı bərabərdir 3 vurulsun 37-nin kvadratı. Qüvvət hər bir vurğuya aid olduğuna görə 3-ün kvadratı vurulsun 37-nin kvadratı eləyir. Natural bölənlərinin sayını da tapmaq üçün onların qüvvətlərini bir vahid artırıb bir-birinə vururuq. O da 3 vurulsun 3 eləyir 9.